Yoshiro deyəndə funksionallığı ilə fərqlənən, sadəliyi və zərifliyi birləşdirən məcra texnikası ağla gəlir. Təqdim edəcəyim soyuducu modeli isə məhz bu yanaşmanın zirvəsi sayıla bilər. İlk baxışdan klassik, lakin hər toxunuşda müasir olan bu cihaz estetik xətləri, qara rəngli korpusu və minimalist tutacaqları ilə mətbəxinizə tam uyğunlaşır. Amma bu modelin əsl gücü daxilində gizlidir. Tam Nopros texnologiyası sayəsində bu soyuducuda buz yığılmasına yer yoxdur. Multi-air soyutma sistemi ilə hər bölmədə bərabər temperatur saxlanılır. Bu isə qidaların daha uzun müddət təzə qalmasına şərait yaradır. Günümüzün tələblərinə cavab verən Soft Touch rəqəmsal displey istifadəçiyə temperatur tənzimləmələrini və digər funksiyaları intuitiv şəkildə idarə etmək imkanı verməklə yanaşı, ehtiyac və zövqə uyğun şəkildə fərdiləşdirilə bilən, canlı vizual elementlərlə zənginləşdirilmiş, istifadəyə uyğun bir interfeys təqdim edir. Cihazın 415 litrlik daxili həcmi həm gündəlik ehtiyaclarınızı, eləcə də gözlənilməz qonaqları rahatlıqla qarşılayacaq qədər genişdir. Ultra nazik izolyasiya texnologiyası ilə kompakt dizayn və geniş saxlama sayəsi arasında ideal balans qurulub. Bu adi modellərlə müqayisədə 15%-ə qədər əlavə yer deməkdir. Kompressor və kondensatorun optimal yerləşdirilməsi soyutma prosesinin səmərəliliyini artırır və enerji istehlakını minimuma endirir. Yəni həm güclü performans, həm də qənaət bir arada təqdim olunur. Nəticə etibarı ilə Yoshiro soyuducusu gündəlik istifadədə rahatlıq, dizaynda incəlik, texnologiyada isə səmərəlilik axtaranlar üçün düşünülmüş bir modeldir. Bəzən ən yaxşı texnologiya səs-küy salmayan, amma hər an işini mükəmməl şəkildə yerinə yetirəndir. Bu soyuducu da məhz belədir. Yoshiro.